Salam uşaqlar, bugün OTK suallarından 33-cü sualın izahına baxaq. Şəkildə doymayan buxarın izotermik sıxılaraq mayeyə çevrilməsinin qrafiki göstərilmişdir. Grafikin hər iki hissəsində buxara aid hansı fiziki kəmiyyət eynidir? Gəlin mülahizə aparaq. İlk öncə bir hissəsinə baxaq. Şərtdə bizə deyir ki, bu hissə doymayandır. Həmçinin temperatur nədir? Temperatur sabitdir. T konstdur. Sıxılaraq deyir. Sıxılaraq sözünü gəlin şəkildə də göstərək. Görürük ki, qrafik V oxunun əksinə doğru gedir. Yəni onun qiyməti, yəni həcmin qiyməti get-gedə nə etmiş olacaq? Həcmin qiyməti get-gedə azalmış olacaq. Şərtdə də bizə deyir ki, izotermik sıxılma. Sıxılma həcmin azalması mənasına gəlir. Həcm azalırsa, bəs təzyiq necə dəyişəcək? Bu zaman P, V, T ifadəsinə görə əgər temperatur sabitdirsə, təzyiq həcmdən tərs mütənazi basılığa girəcək. Yəni həcm azalacaqsa, təzyiq artmış sayılacaq. Həmçinin təzyiqin P bərabərdir NKT ifadəsinə görə K və T sabit kəmiyyətlər olduğu üçün təzyiq artan zaman konsentrasiyası da artmış olacaq və yaxud da ρ bərabərdir MP bölünsün RT ifadəsinə əsasən R sabit kəmiyyətdir, M sabitdir, T sabitdir. Əgər təzyiq artırsa, deməli onun sıxlığı da artmış olacaq. Deməli, həm sıxlıq birinci prosesdə, həm sıxlıq, həm konsentrasiya, həm təzyiq artdı, həcm isə azalmış oldu. Digər tərəfdən kinetik enerjinin YK bərabərdir 2-də 3 KT ifadəsinə görə əgər temperatur sabitdirsə, K da sabit bir kəmiyyətdir. O zaman kinetik enerjinin də qiyməti sabit olacaq. Keçək ikinci hala. İkinci halda isə artıq bizə şərtdə deyir ki, mayeyə çevrilmə. Mayeyə çevrilmə o demək ki, o artıq doyan buxara çevrilib. Mən bunu qrafikdən də tapa bilərəmmi? Bəli, tapa bilərəm. Qrafikdən görürük ki, mayeyə keçən zaman P konst qalıb. P konst qalıbsa, P konstdursa, doyan buxarda təzyiqin sabit qalması temperaturun sabit qalması mənasına gəlir. Həmçinin konsentrasiyanın sabit qalması mənasına gəlir. Həmçinin sıxlığın sabit qalması mənasına gələcək. Şəkildən görürəm ki, həcmin qiyməti yenə azalır. Yenə biz baxsaq kinetik enerjinin bayaqki düsturuna, yəni YK bərabərdir 2-də 3 KT ifadəsinə, görürük ki, burada yenə temperatur sabitdirsə, kinetik enerji də sabit qalmış olacaq. Hər iki vəziyyət üçün, yəni qrafikin hər iki vəziyyəti üçün sadəcə burada sabit qalan kinetik enerji oldu. Digər tərəfdən sıxlıq, konsentrasiya, təzyiqdə müəyyən bir dəyişmələr baş verdi. Ona görə doğru cavab D bəndir.